Deməli, əsl siz istədiyiniz ev. Həm uyğun qiymət, həm gözəl proyekt, əla yerləşmə. Yəni, hər bir şey var bu mənzildə. Videonu diqqətlə izləyin, hamısını bir-bir nəzərinizə çatdıracağım. Mənzil 3 otaqlı mənzildir. Geniş qonaq otağı istəyən, geniş otaqlar istəyən müştərilər bu videonu mütləq izləsinlər. Yerləşir Gənclikdə, yeni tikili binada, yeni təmirli və təmirdən də sonra mənzildə bir gün belə yaşayış olmur. Hər şey var. Bütün mebel, məişət texnikası, əlavə vaxt itkisi də olmayacaq. Alan kimi mənzildə köçüb yaşaya bilərsiniz. Vaxt itirmirik, keçirik mənzilin təqdimatına. Başlayırıq giriş hissədən. Giriş qapımızdır. Daxil olduqda sol tərəfdə bu hissədə. Böyük şkafımız yığılıb. Gəlin içərisində göstərim sizə. Dərinlik də çox ideal səviyyədədir. Demək olar tam axıra kimidir. Orta hissəsində belə aksesuarlar qoymaq üçün yerlər nəzərə alınıb, onlar da yerləşdirilib. Yəni şkaf kifayət qədərdir. Bu hissədə paltar asmaq üçün əlavə əyləşmək üçün də yerlər nəzərə alınıb. Döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmasında lüstr spotlar, gizli işıq, trek işıqlardan istifadə olunub. Bu hissədə deməli dressuar hissəmiz açarıq, gözəl güzgü yerləşdirilib, gizli işıqlar. Otaqların yerləşməsini nəzərə çatdırım. Buradan artıq görürüz mənzilin qonaq otağı, mətbəxi, bir yataq otağı, orada ikinci əsas yataq otağı, burada isə yerləşir mənzilin sanitar qovşağı. Keçək otaqlara. Deməli, buradan daxil oluruq mənzilin gözəl, geniş qonaq otağına. Gördüyünüz kimi hər bir şey var. Bu mənzildə böyük ölçülü künc divanımız yerləşdirilib. Mərkəzdə böyük jurnalimiz, o hissədə 6 nəfərlik, 8 nəfərlik masamız yerləşdirilib. Nəzər çatdırım ki, mebellərin ölçüləri böyükdür, amma əlavə olaraq görürsünüz, mərkəz hissədə də kifayət qədər boş ərazi var. Yəni, qonaq otağın böyüklüyünü nəzərinizə çatdırmaq istəyirəm. Dizayn uyğun tablolarımız o hissədə yenə şkaf yığılıb, pərdələr asılı, vitraj pəncərələr. İşıqlandırmada 2 lüstrdən istifadə olunub, mərkəzdə böyük, bir ədəd isə o tərəfdə əlavə olaraq spotları görürsünüz. Kondisioner kimi hər bir şey qoyulub. Tam hazırdır, ona görə deyirəm mənzil. TV stendimiz burada yığılıb. Aşağı və sağ tərəfi şkaflardır. Orada əşyalarınızı yerləşdirə bilərsiniz. Əlavə olaraq bu işıqlar da yerləşdirilib. Keçək qonaq otağından bu qədər yanında yerləşən daxil oluruq mənzilin mətbəxinə. Dediyim kimi otaqların ölçüsü kifayət qədər genişdir. Yəqin ki, videodan da hiss edirsiniz. Bura mətbəximizdir. İlk öncə onu deyim ki, girişdə olan üstü döşəmə burada davam etdirilib. Eyvana çıxış var, həm mətbəxdən, həm də qonaq otağından. Burada da yenə kondisioner qoyulub. Tavan hissəni göstərim. Lüstr spotlar, hər bir şey var. Yeni, gözəl mətbəx mebelimiz yığılıb. 3 hissədən ibarətdir. Yuxarı hissələrdə şkafdır. Bütün texnika var. Soyuducumuz, qaz peçi, aspirator. Yəni, şkafların içərisində göstərim. Yəni, tam təsəvvür yaransın. Üstü mərmərdir, mətbəx mebelinin. Əlavə olaraq nə göstərim sizə, burada deməli masamız da yerləşdirilib. Tablolar, hər bir şey tam ideal səviyyədədir. Mənzilin sənədlərdə qaydasındadır, çıxarış, yəni kupçada var. Burada yerləşir mənzilin ümumi sanitar qovşağı, mənzildə ümumilikdə 2 sanitar qovşaq var. Bu ümumi olanda içərisi də genişdir, yaxşıdır. Bütün aksesuarlar yığılıb. Duş kabinimiz içərisi də yəni normaldır genişliyi. Divar içi unitaz, bu hissədə böyük moydadımız paltar yanında. Burada yerləşdirilib gözəl güzgü və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Buradan daxil oluruq mənzilin əsas yataq otağına. Burada da bütün hər şey hazırdır. Yataq dəstimiz tam olaraq yığılıb. Bu hissədə make-upımız, güzgü, kondisioner, dolabımız bu tərəfdədir. 5 qapı, yəni şkaflar çoxdur. Bu barədə qəti narahat olmağa dəyməz. Taxtımız yerləşdirilib, arxa hissəsi qupa ilə bəzədilib. Əlavə olaraq mebel işləmələr, bura işıqlar, mərkəzdə lüstrumuz, TV, internet çıxış burada nəzərə alınıb və bu yataq otağının daxilində yerləşir mənzilin ikinci sanitar qovşağı. Ben de ümumi olaraq göstəreyim. Bütün aksesuarlar tam hazırdır. Yaxşı, teksturalı, qranitlər seçilir ümumilikdə. Keçək, mən sizə göstərim mənzilin ikinci yataq otağına, sonra qiymət və digər məlumatları nəzərinizə çatdıracağım. Buradan da daxil oluruq mənzilin ikinci yataq otağına. Buranı istəsəz uşaq otağı kimi, istəsəz böyük yataq otağı kimi istifadə edə bilərsiniz. Yəni bu tam olaraq sizdən asılıdır. Burada demək nə var? 2 ədəd taxt yerləşdirilir. Bura işıqlar.
tavan hissəni göstərim ümumilikdə. Bu hissədə belə deyək, yazı masamız, yenə şkaf, kondisionerimiz. O tərəfdə də yenə əlavə dolabımız var. Belə, mən demək olar mənzillər nə var nə yox, hər şeyi tam xırdalığına qədər nəzərinizə çatdırdım. Keçirik məlumatlara. Yerləşir Gənclikdə, Gənclik metrosuna yaxın, yəni Tofiq Bəhrimovli stadiona da yaxındır. Piyada 6-7 dəqiqəlik məsafədədir. Yeni tikili binadır, mənzildə yeni təmirlidir və təmirdən də sonra yaşayış olmayıb. 3 otaqlı mənzildir, ölçüsü 122 kvadratdır. 17 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Gördüyünüz şəkildə satılır, bütün mebel texnika hamısı qiymətə daxildir və mənzilin qiyməti 470 min manat təyin olunur. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.